Herkese salam. İndi sizə həyətimizin işə başlamamışdan əvvəlki vəziyyətini göstərirəm. Bir şey də qeyd edim ki, bu suyun səbəbi 2026-cı ildə yağan güclü yağışlardır. Yağışın güclü yağması səbəbindən həyətdə sular yığılıb qalmışdı. Üstəlik küçənin suyu da həyətə axırdı. Dedi ki, artıq bəsdir. Bu həyəti düzəltməyin zamanı gəlib. Amma təbii ki, hər şeyi bir gündə hazır etmək olmur. Bir iş edirsən, bir işin altından başqa bir iş çıxır. Artıq biz bəzi işləri görmüşük. Hasanın yarısını tikib və həyətin yarısını da qumla doldurmuşuq. İndi də hasarın diblərinə sement vururuq ki, küçədən gələn su həyətə daxil olmasın. Yenidən yağış yağanda həyətin artıq su olmasını istəmirik. Açığı mən də işə başlayanda düşünürəm ki, bu həyət nə vaxt qurtaracaq, amma bir işi görürsən altından başqa iş çıxır. Ona görə də bütçəmiz yetdikcə yavaş-yavaş düzəltməyə çalışırıq. Bundan sonraki hər mərhələni çəkməyə çalışacağam ki, görək axırda nəticə necə olacaq. Bu bizim birinci partımızdır. Çalışacağam ki, bundan sonraki partları da bir-bir çəkim. İnşallah ki, istədiyimiz nəticəni alarıq. Allah əziyyət çəkən hər kəsin yar və yardımcısı olsun. Hələlik.